Salam uşaqlar. Yenə 5-ci sinifdə natural ədəbiyyatın bölünənləri və əkop mövzusuna baxacağıq. Deməli, eyni qayda ilə necə ki, EBOB-da tapmışdıq. Gəlin başlayaq. 2 ədəd götürək və həmin götürdüyümüz 2 ədədlərin bölünənlərini yazaq. Tutaq ki, götürək məsələn 30 ilə 45-i. 30'un bölünənlərini yazaq. Ədədin ən kiçik bölünəni onun özüdür, 30. Sonra 2-yə vuraq həmin 30'u yazaq burada 60. 30'u 2-yə vuraq 90. 30'u 3-ə vuraq 90. 30'u 4-ə vuraq 120. 30'u 5-ə vuraq 150. 6-ya vuraq 180. 7-yə vuraq 210 və bu qayda ilə bu sonsuz sayda. Bölünən böləndəki kimi deyil, sonsuzdur. Davam elətdirə bilərik sonsuza qədər. Sonra məsələn deyək 45 götürək. Yenə 45'in bölünənlərini yazaq. Ən kiçik bölünəni 45'in elə 45'in özüdür. 45'i 2-yə vuraq 90. 45'i 2-yə vuraq 135. 45'i 4-ə vuraq 180. 45'i 5'ə vuraq 225. 45'i 6'ya vuraq, tutaq ki 270 və bu qayda ilə bu da sonsuza qədər davam eləyəcək. Deməli, dərsimiz nə idi? Bölünənlər. Biz bölünənləri düzdük bir neçəsini, həm 30 üçün, həm 45 üçün. Sonra nə dedik? Ən kiçik ortaq bölünəni tapmaq üçün bölünəni tapdıq. İndi ortağı tapaq. Baxaq bu yazdığımız ədədlərin içindən. Ortaqlar 90, məsələn, yenə davam eləyək 180, biraz da davam eləsək yenə tapa bilərdik. Sonra bu yazdıqlarımızın içindən ən kiçiyini seçirik. 90, 180, 90, 180 ortaqlarımızdır. 90 ilə 180'ın içindən ən kiçiyimiz 90'dır. Deməli, əkop 30 və 45'in cavabı 90 olacaq. Bu belə. Yenə həmişəki kimi, keçən dərsdəki kimi ELV-nin içində yazmağa çalışaq. Deməli, ortaqları ortaya yazırıq. Hansılar idi ortaq? 90 ilə 180. Yazdıq 90 ilə 180 ortaya. Tamamlamaq üçün 30'un içində 90 ilə 180'dan bölünənlərin içində 30 var idi, 60 var idi, 120 var idi, 150 var idi, 210 var idi və biz bu siyahını uzada bilərik. Bunda nöqtələrlə qeyd edeyim. 45'in bölünənlərin içində 45'in özü var idi, 135 var idi, 225 var idi, 270 var idi. Bunu da davam elətdirə bilərik. Deməli, əkobu tapmaq qaydasını göstərdik. Ortaq bölünəni tapdıq. Yenə izah elədiyimiz səhifə 32 5-ci sinifdəki çalışmaları həmin bu qaydalardan istifadə edib yaza bilərsiniz.